Bismillahirrahmanirrahim. Salam dəyərli müsəlmanlar. Ramazan ayının gəlişi münasibəti ilə hər birinizi təbrik edirəm. Sizi Ramazan ayını həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bu ay ərzində biz inşallah Allahın köməyi ilə hər gün bir ayənin təfsirini diqqətinizə çatdıracağıq. Birinci ayəmiz Ən'am surəsinin 54-cü ayəsidir. Ayədə Allah Taala belə buyurur: "Və izə cəəkəllezine yu'minuna biayatina fəqul salamun aleykum." Ayələrimizə iman gətirənlər yanıma gələndə onlara de: "Salamun aleykum." Sizə salam olsun. "Kətəbə rabbukum ala nəfsihir rahmə." Rəbbiniz özünə rəhm etməyi, mərhəmətli olmağı vacib etdi. "Ənnehu mən amilə minkum su'an bi cəhaletin ثُمَّ تَابَ مِنْ بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَحِيمٌ." Sizdən hər biriniz bilmədən, şəhvət, qəzəb üzündən, inad üzündən yox, günah edərsə, ondan sonra tövbə edib Allaha qayıdacaqsa və etdiyi səhvləri düzəldəcəksə, Allah onu bağışlayacaqdır. Allah o şəxslərin bağışlanmasına vədə verir. Allah mərhəmətlidir, tövbə qəbul edəndir. Ayədə Allah Taala ayələrimizə iman gətirib günah edənlərdən söhbət edir. Yəni, mömindir, müsəlmandır, səhv edib, xəta edib, amma səhvini başa düşüb Allaha sarı qayıdır, tövbə etmək istəyir. Allah buyurur, bu insanların üzünə qapı açıqdır. Və izə cəəkəllezine yu'minuna biayatina. Peyğəmbərim, Allahın ayələrinə iman gətirib sənə sığınanları bu şərtlərlə qəbul edirik. Birincisi, Allaha ayələrinə iman olmalıdır, müsəlman olmalıdır, mömin olmalıdır, Allahın bəndəsi olmalıdır. Bəli, İslamdan xəbərsiz, dindən xəbərsiz olub tövbə edənlər də Allah qəbul edir. Onların da şərti vardır. Bu ayədə isə şəxsən müsəlmanlardan söhbət gedir, möminlərdən söhbət gedir. Birinci şərt budur ki, Peyğəmbərə sarı qayıtsın, Peyğəmbəri qəbul etsin, Peyğəmbərə itaət göstərsin. Bu məsələ digər ayələrdə də təsdiqlənir. Xüsusilə Nisa surəsinin 64-cü ayəsində Allah Taala belə buyurur: "Və mə arsalna min rasulin illə liyuta'a bi'idnillah." Rəsulları göndərdik ki, onlara Allahın izni ilə itaat olunsun. Sonra Allah Taala davamında buyurur: "Vələv ennəhum izzələmu anfusahum." Əgər onlar, yəni şəxsən səhabələr, müsəlmanlar günah edərlərsə, "Cəuke fəstəğfirullah və istəğfərə ləhumur rasul." Yanıma gəlməlidirlər, Allahdan bağışlanmaq istəməli və istəğfərə ləhumur rasul. Rasul da onlar üçün Allahdan bağışlamaq istəməlidir. Ləvəcədullah təvvəbən rahimə. Onda Allahı təvvab görərlər. Yəni Allah da onlara sarı qayıdar. Onların tövbəsini qəbul eləyər və rahimə, Allahı mərhəmətli, bağışlayan görərlər. Görün, bu ayədə də Allah Taala yenə də Peyğəmbərə qayıdışı şərt edir. Əgər sənin yanıva gələrlərsə. Ayənin əvvəlində də Allah itaətdən söhbət açır. Yəni, təvəssül, Peyğəmbərə qayıdış sıradan olan bir məsələ deyildir. Bu, Peyğəmbərə itaətin bir nümunəsidir. Təvəssülü inkar etmək, Peyğəmbərə sığınmağı, Peyğəmbəri vasidə etməyi rədd etmək, qəbul etməmək, bu itaətsizliyin bir nümunəsidir. Niyə Allah Taala məhz təvəssülü şərt edir? Çünki Allah bizdən Peyğəmbərinə itaəti tələb edir. İtaət, Peyğəmbərə itaət və mən yuta'ir rasul fəqət ata Allah. Peyğəmbərə itaət, Allaha itaətdir. Peyğəmbərə itaətsizlik, Allaha itaətsizlikdir. Ona görə də Allah Taala bütün məsələlərdə Peyğəmbəri şərt qoyur. Əgər sən Peyğəmbərə itaət etmirsənsə, sənin duaların da qəbul deyildir. Bunu Allah Taala həm bu ayədə deyir, çünki itaətsizlik günahdır, günahkarın
Peyğəmbərə itaatsizlik göstərən günahkarın əlbəttə duası qəbul deyildir. Buna Allah Taala Münafiqun surəsinin 5-6-cı ayələrində aydınlıq gətirir. Allah Taala 5-ci ayədə buyurur: "Və izə qilə ləhum ta'alu yestəğfir lakum Rasulullah, lavvav ruusahum və ra'aytahum yasudduna və hum mustakbirun." Onlara deyiləndə ki, gəlin Allahın Rəsulu sizin üçün bağışlanmaq istəsin, lavvav ruusahum. Onlar təkəbbürcəsinə üz döndərib gedirlər. Lavvav ruusahum və ra'aytahum yasudduna və hum mustakbirun. Nəinki bunlar təkəbbürcəsinə gedirlər, digərlərinə də mane olurlar. Təvəssülə qarşı çıxırlar. Görün, bugün bəziləri Peyğəmbərin yoxluğunu bəhanə gətirib təvəssülü inkar edirlər. Peyğəmbər dünyasını dəyişib, Peyğəmbər ölüb və s. bu kimi bəhanələr gətirirlər. Amma bunların sələfləri, bunların böyükləri keçmişdə bu bəhanələr gətirə bilmirdilər. Bunların sələfləri Peyğəmbər ola-ola, diri ola-ola Peyğəmbərə təvəssül etmirdilər, Peyğəmbəri inkar edirdilər. Deyirlər, birbaşa biz Allaha çağırırıq. Allah onları münafiq deyir. Və izə qilə ləhum ta'alu yestəğfir lakum Rasulullah. Gəlin Allahın Rəsulu sizin üçün bağışlanmaq istəsin. Allah lavvav ruusahum və ra'aytahum yasudduna və hum mustakbirun. Təkəbbürcəsinə üz döndərirdilər və digərlərinin də qarşısını alırdılar. Səvaun aleyhim əstəğfərdə ləhum əm ləm təstəğfir ləhum. Lən yəğfirallahu ləhum. Peyğəmbərimizə Allah Taala buyurur, sən onlar üçün bağışlamaq istəsən də, istəməsən də Allah onları bağışlamaz. Baxın, məsələ nə qədər əhəmiyyətli bir məsələdir. Allah buyurur, Peyğəmbərim, onlar sənə təvəssül etmədən, səni vasitə etmədən mən onları bağışlamaram, hətta sən də bağışlanmaq istəsən. Bu Peyğəmbərin o insanlara olan şəfqətinin və məhəbbətinin bir nümunəsidir. Allah buyurur ki, bəli, mən ərhəmur rahiminə, rəhimlərin ən rəhimlisiyəm. Bu insanlara rəhim düşmür. Peyğəmbərim, sən onları yaxşı tanımırsan. Mən onları daha yaxşı tanıyıram. Ona görə də onlar sənə təvəssül etmədən sənə itaatsizlik göstərirlər. Və bu itaatsizlik göstərən insanlara sən də bağışlanmaq istəsən, mən onları bağışlamaram. Ayədə Allah Teala Ənam surəsinin 54-cü ayəsində buyurur, Peyğəmbər sənin yanına gəlməlidirlər, onlara de, o insanlar ki, həqiqətən Peyğəmbərə qayıdıblar, Peyğəmbərə vasitə edirlər, Peyğəmbərdən fəqul selamun aleykum. De onlara, Allahın salamı var sizə. Sizə salam olsun. Ramazan ayında Allah bizə salam deyib. Bizə salam deyir. Allahın ayına gəlmişik, Allahın qonaqlığına gəlmişik. Xüsusilə bu ayda Allah bizə salam deyir. Kətəbə rabbukum alə nəfsihir rəhmə. Allah buyurur, mən özümə rəhm etməyi vacib etmişəm. Allah buyurur, mən hazıram. Mən bağışlamağa hazıram. Siz bağışlanmağa hazırsınızmı? Şərti nədir? Şərti budur. Ayələrimə iman gətirin. Allahın Rəsulunu vasitə edin. Ona itaat edin. Ənəhu mənə amilə minkum suən bi cəhalətin. Bunu təfsir eləyir. Buna aydınlıq gətirir. Hər kəs sizdən, inad üzündən yox. Şəhvət, qəzəb, nadanlıq üzündən səhv edibsə, günah edibsə, qayıtsın, səhvini etiraf eləsin, Allahdan bağışlanmaq istəsin, sonra buyurur və aslaha, etdiyi səhvləri islah eləsin. Kiminsə qəlbin qırıbsa, bağışlanmaq istəsin, kiminsə pulunu yiyibsə, pulunu qaytarsın və s. Allahın günahlarını pozubsa, Allahın haqqına giribsə, Allahdan bağışlanmaq istəsin, onda Allah onu bağışlayar. Ramazan ayı rəhmət ayıdır, bağışlanmaq ayıdır. Allah xüsusilə bu ayda bizə salam deyir, bizə xatırladır ki, mən rəhm etməyə hazıram, sizi bağışlamağa hazıram. Bu ay Allahın qonaqlıq ayıdır. Qonaqlıqda adamı daha tez bağışlayırlar. Daha tez adamın səhvindən keçərlər. Əgər biri səni özünə qonaq çağırıbsa, öz evinə qonaq dəvət edibsə, deməli, sənə mərhəməti var. Sənin hər hansı bir səhvlərini keçib, səni evinə buraxıb, onda daha tez səni bağışlayar. Onda daha tez sənin səhvlərindən keçər. Allah bizi bu ayda qonaq çağırıb.
Allah bizə rəhmət etməyi özünə vacib edib. Biz də buna hazır olaq, Allahdan bağışlanmaq istəyək, Allah bağışlamağa hazırdır. Bir daha sizə bu ayın gəlişi münasibətilə təbrik deyirəm. Allah sizi bizi bu ayda bağışlananlardan qərar versin.